Görənədik, kompüter sistemində qeydiyyat zamanı hər bir istifadəçiyə 9 simvoldan ibarət parol verilir. Əla. İnformasiya təhlükəsizliyi, nağıl danışılır. İnformasiya təhlükəsizliyi baxımından hər bir parol ən azı bir onluq rəqəm, böyük və kiçik latın hərfləri, latın əlifbasında 26 hərf var. Həmçinin simvollarının ən az birindən ibarət olmalıdır. Bura kimi həll eləyək. 9 simvoldan ibarət. Əla. Hansı simvollardan istifadə edə bilirəm? Ən az bir dənə onluq rəqəm. 10 dənə rəqəmdən biri, düzdür, plus. Latın əlifbasının böyük və kiçik hərflərinə 26. 52 dənə hərf bu, düzdür. Razısınız? 1, 2, 3, 4, 5, 6. Düz saydım. 6. 6 dənə də simvol bu. Ümumi nə qədər oldu? 62, 68 dənə, düzdür. 68 dənə müxtəlif simvoldan istifadə edə bilirəm parol yazan zaman. 68 simvolu Murad mənə desin görüm neçə bitdə kodlaşdı? Prosta çalış 7 bitdə ki. Əla. Beyni yəni bilirsən prosta birdən işdi çaşarsan 207 yazarsın. Aydındır, niyə deyirəm? Aydındır. Aha. Əlas. 7 bit. Və biz də bilirik ki 9 simvoldan ibarətdir də. Hər simvolu 7 bitdirsə, ümumi 9 vurulsun 7 bitdir bu. Bəli. Əla. İndi yenə bayaqki kimi deyir ki, hər bir belə parol kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda. Bunu da bayta keçmək istəyəndə. 9 vur 7 neçə eləyir? 63 bit, düzdür? Olur 63 bölünsün 8 bayt. 63-ü 8-ə bölən neçə tam eləyir? 7 tam neçəsə, düzdür? 7 tam neçəsə. Mən minimum tam 8 götürə bilərəm də. Ki çıxsın içinə. Razısınız? Yuvarlaqlaşdıranda 8 olur. Aha. Razı daha mı? Aydın olur? Bəli. Əla. Sonra nədir? Parollar simvol üzrə kodlaşdırılır və bütün simvollar mümkün minimal bit sayı ilə kodlaşdırılır. Paroldan başqa hər bir istifadəçi üçün əlavə məlumat da saxlanılır. Əla. 8 baytdan əlavə bir dənə də x var, bilmirəm. Əlavə məlumat. Hər bir istifadəçiyə ayrılan bayt sayı eynidir. 20 istifadəçi haqqında məlumatın saxlanması üçün 500 bayt tələb olunursa. İndi bax, bir istifadəçi üçün parol 8 baytdır, bir dənə də x əlavə məlumatım var, razısınız? Və deyir ki, bu əlavə məlumat hamısında eynidir. 20 dənə istifadəçi üçün, bunu 20-yə vursam olacaq 20 dənə istifadəçi üçün 500 bayt ayrılıb. Onda mən əlavə məlumatı buradan x tapa bilərəm də. 8 bayt plus x bərabərdir 25 bayta. X-a bərabər neçəyə? Neçə? 17? Bayta. 17 bayt. Aydın olur? Prosa hissə. Bu başda